Değerli müəllimlər, bu günlər sizlər üçün müsahibə dərsinin səsli sual cavabının izahını çəkəcəm. Əgər sizlər də bizim müsahibə dərsimizdən yararlanmaq istəyirsinizsə, 050 433 35 49 nömrəsinə müraciət edə bilərsiniz. Deməli, birinci sualımız belədir ki, effektiv təlim dedikdə nə başa düşürsünüz? Müsahibədə sizə belə bir sual verilsə, siz deməli cavab verəsiniz ki, effektiv təlim şagirdin passiv dinləyici deyil, öyrənmə prosesinin aktiv iştirakçısı olduğu, yəni nəzəri və praktik biliklərinə çevrildiyi və nəzərdə tutulmuş təlim nəticələrinin tam reallaşmasının tədris prosesidir. Yəni effektiv təlim deyəndə səmərəli təlim mühitində müəllim məlumatı hazır verən deyil, fasilitatorluq edəndir, şagirdi düşünməyə sövq edən təlim mühiti deməkdir. Sonra əsas məqamı da odur ki, effektiv təlim mühitində şagird yönümlülükdür, aktiv öyrənmə mühitidir, ölçülə bilən təlim nəticələridir. Yəni bunun əsas bunları effektiv etməsidir. Sonra ikinci sualımız belədir ki, effektiv təlimi ənənəvi təlimdən fərqləndirən əsas xüsusiyyətlər hansılardır? İkinci sualımız belədir. Bu suala belə cavab verəcəyik ki, əsas fərqlər müəllimin rolunda, şagirdin rolunda, təlimimizin məqsədində, bir də qiymətləndirmədədir. Müəllimin rolunda belədir ki, fərq. Ənənəvi təlimdə müəllim bili ötürən idi. Yəni avtoritar roldaydı. Effektiv təlimdə isə müəllim yönləndiricidir, dəstək vericidir, fasilitatordur. Şagird ənənəvi təlimdə bilirdik ki, şagird passiv idi, passiv qəbul ediciydi. Amma effektiv təlim mühitində şagird tədqiqatçı və fəal iştirakçıdır. Sonra ənənəvi təlim mühitində faktoloji birliyin əzbərlənməsində məqsədimiz belə idi. Amma effektiv təlimdə isə konseptualdır, anlamadır, tətbiq etmədir, 21-ci əsr bacarıqlarıdır. Sonra Bloom idrak taksonomiyasının feillərinə əsasən, mərhələlərinə əsasən təlim məqsədlərimiz olur. Qiymətləndirmə də odur ki, ənənəvidə yalnız yekun xal verilirdi, qiymət verilirdi. Amma effektiv təlim mühitində şagirdin inkişafını izləyən formativ dəyərləndirmə, konstruktiv əks əlaqə əsas götürülür. Sonra, əgər sizə belə bir sual verilsə ki, effektiv təlim mühitində şagirdin idrak fəallığını necə artırmaq olar? Şagirdin idrak fəallığını necə artırarsınız? Cavab verəcəyik ki, şagirdin idrak fəallığını artırmaq üçün bu strategiyalardan istifadə etməliyik. Bax, açıq tipli sualları, sonra düşünməyə sövq edən sualları təqdim etməklə, problem əsaslı öyrənmələrlə, sonra qrup və ya cütlərlə iş formasından istifadə etməklə, əməkdaşlıq etməklə,